Neftçala rayon icra hakimiyyəti aparatının rəqəmsal təminatının və internet şəbəkəsinin gücləndirilməsi məqsədi ilə yeni satın alma müqaviləsinə imza atdığı bildirilir. Bir xəbər media 32 gün aza istinadən xəbər verir ki, Azər Online Ltd birgə müəssisəsi ilə artıq razılıq əldə edilib. Bağlanmış satın alma müqaviləsinə görə rayon rəhbərliyinin inzibati binası və müvafiq strukturlar üçün internet xidmətinin təmin edilməsi nəzərdə tutulur. Bu müqavilənin ümumi maliyyə dəyəri isə rəsmi olaraq 14.775 manat təşkil edir. Qeyd edək ki, Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Mirheydəroğlu Seyidovdur. Mirhəsən Seyidovun 2024-cü ilin dekabrında Neftçalada keçirilən 1-ci balıq festivalı zamanı geyindiyi plaşın qiymətinin 13.000 avro olması ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. İcra başçısı isə bu iddiaları təkzib edərək həmin geyimi bir neçə il əvvəl cəmi 350 manata aldığını açıqlamışdı.